Mən artıq üsyan eləyəcəm bu mövzu ilə bağlı. Əziz və dəyərli valideynlər, övladınızı konsultasiyaya gətirirsiniz. Böyük ehtimal sizin hansısa bir narahatçılığınız var, onların psixoemosional vəziyyəti ilə bağlı və yaxud hansısa bir xarakteristik durumu ilə bağlı. Nəticədə biz anamnez toplayanda uşağınızla bağlı sizin aranızda olan münasibəti sorğuluyuruq. Ümumiyyətlə prenatal dövrdən indiki yaşına kimi münasibətiniz necə olub, davranışınız ona qarşı necə olub, tərbiyə stiliniz hansı formada olub, bunları araşdırırıq. Üzləşdiyim məsələ ondan ibarət olur ki, biz valideyndən bu nüansları soruşanda valideyn özünü qorumaq ehtiyacı duyur və sanki belə bir pozisiyaya keçid eləyir. Özünü haqlamağa çalışır. Yox, psixoloq, biz bu şəkildə eləməmişik, atası bu şəkildə davranıb, biz çox yaxşı ailə olmuşuq. Əziz və dəyərli valideynlər, mən mütəəssiz olaraq sizi yargılamağı və ya günahlandırmağı düşünmürəm. Elə bir niyyətim yoxdur. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, sizinlə birlikdə komanda şəklində sizin övladınızın probleminə fokuslanaq və onun həll yolunu tapaq. Belə etdikdə bu proses çox uzanır və biz sizə çata bilmirik. Biz əgər sizə çata bilmiriksə, sizin övladınıza necə çataq?